Şirvanşahlar Sarayının arxası Kiçik Qala küçəsində yerləşir. Böyük artırmaq üçün burada yeri, otaqlar var indi burada. Yəni onların hamısını çəkib göstərmirik. İnşallah şəkillərini göstərərik. Böyük ərazisi var. Yəni əlavə tikinti eləmək, artırmaq, bunların hamısını düzəltmək üçün restoran, kafe, istirahət mərkəzi, yəni şəhərin sentrində gözəl bir yerdə evimizi təqdim edirik. Baxın, bu biri tərəfi birbaşa şəhərin mərkəzi, mərkəzi küçələrdən biridir. Burada bir otaq, bir kuxma, hardasa bir 30 kvadrata yaxın elə burada bir otağı var, yeri var. Yəni söküb hamısını təzədən, yenidən təmir eləmək, hamısı uyğun bir yerdir. Və aşağıda başqa əlavə bir otaqlarımız var. Değerli dostlar, bax gördüğünüz kimi bu vəziyyətdə hal-hazırda şəhərin sentrində olduğuna görə mənzillərin hər biri kirayədə bir 350-400 manatdan kirayələ qalırlar. Yəni gör burada təmir, təzədən əl işləri görülsə, həm qiymətlər, həm də dəyərli yatırım üçün çox əlverişlidir. Dostlar, bu da 3-cü evimizdir. Koridoru aşağıda bax, gördüğünüz kimi aşağısında palvalı var, bir otaq boyda böyük bir otaqdır. Hər biri ayrı-ayrılıqda kiraya verilmək üçün. Yəni bir dənə də böyük iki otaq kimi buradadır. Yəni gəlin təqdim edək. Burada böyük bir dənə böyük otaq var. Yəni, hətta gördüyünüz kimi bu evlərin üstü birbaşa bunların özünə aiddir. Yəni artırma edərək məhəllədə, küçədə ürəyiniz istəyən bir hər hansı bir evimi, obyektimi yaratmaq mümkündür. Değerli dostlar, bak burada bir otaq elə hal-hazırda kuxna kimi istifadə edirlər. Yəni bu da demək olar ki, obyekt mi, ev mi eləsəz, elə bir zirzəmisi hardasa belki bir 20 kvadrata yaxında elə burada bir yeri var. Değerli izləyicilər, gördüğünüz kimi demək mən evimizin sənətini təqdim edirəm. Evimiz hal-hazırda yəqin ki məlumatınız var. Bu ərazidə fərdi yaşayış evidir. Birbaşa xüsusi mülkiyyət. Sənətində 115 kvadrat, torpaq sahəsi sot yarım. Hardasa 138 kvadrat torpaqdan ibarətdir. Və əlavə bunun artırmasını eləsək 115 kvadratda üstündəki artırmasını. 225 kvadrat təxminin bunun deyək ki yararlı sənəti var.